Salam, hər vaxtınız xeyir olsun. Bugün həndəsədən maraqlı bir sual izahı verəcəm. Deməli, verilib bizə ABCD, şəkildə gördüyümüz kimi ABCD kvadrat. Verilib bizə, verilənlər burada qeyd olunub, bir də şəkildə göstərirəm. YBA 20 dərəcədir, CYD bucağı 45 dərəcədir və bir də bizdən istəyir BCY bucağını tapmalı. Burada bir diqqətli məqam, diqqət bir məqam var. Gördüyümüz kimi kvadrat verib, bu bucağı neçə dərəcə verib, bunu içəridə yazsam olar deyək ki. Bu bucağı neçə dərəcə verib, 45 dərəcə. Bu 45 dərəcə biraz diqqət çəkir. 45 dərəcə nə eləmək var burada? Baxalım bu kvadrata, gördüyümüz kimi. Kvadratın xaricinə çevrə çəkmək mümkündür və kvadratın xaricinə çevrə çəksək, gördüyümüz kimi kvadratın tərəfləri bərabər olduğuna görə, onda çevrəni 4 bərabər hissəyə bölür, yəni 90-90-90. Deməli, çevrə çəkmək olsa, onda Y nöqtəsi biz hökm verə bilirik ki, çevrənin üzərindədir. Niyə? İndi çevrəni çəksəm görəcəksiniz aydın. Açıq aydın belə deyəcək, görünəcək. Bax, çevrəni çəksək, bir şəkil burada pis alındı. Çevrəni çəksək kvadratın xaricinə. Çevrəni çəkmiş olsun. Onda bax bu nöqtə, alınmadı, fərz edək ki, yaxşı alındı, pis də alınsa. Gördüyümüz kimi çevrəni çəkəndə bizim CD qöhrüzümüz nə olur? 90 dərəcə. Biz bilirik ki, daxilə çəkilmiş bucaq qarşısındakı qövsün nə idi? Yarısıdır. Deməli, onda Y nöqtəsi də çevrənin harada olur? Üzərində. Y nöqtəsi çevrənin üzərindədirsə, onda baxaq YA qövsünə. AY qövsü, əgər bizdə YBA bucağı 20 dərəcəsə, yenə söykünən bucaq qarşısındakı qövsün nə idi? Yarısı. Onda almış olduq. AY qövsü neçə dərəcədir? 40 dərəcə. Onda gördüyümüz kimi AYB 90 dərəcə olduğuna görə, onda AY qövsümüzə də, BY qövsümüzə də neçə dərəcə qalacaq? 50 dərəcə. Yenə gəlirik alfa bucağına, gördüyümüz kimi söykənən bucaq qarşısındakı qövsün nə idi? Yarısı. Onda alfa bucağımız bərabər olacaq. 50 bölünsün 2. Neçə dərəcə? 25 dərəcə. Hələlik bu qədər. Ayrılmadan önce qeyd edeyim sizə, yanvarın 1-dən MİT qrupu fəaliyyətə başlayır. Tədris edən müəllimlər İskəndər müəllim, Nərmanov və Həsən müəllim olacaq. Özünə güvənən, inanan, bacaran müəllim buyura bilər. Bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. Sağ olun, var olun.